Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizə Türkiyədəki mühəndislik fakültələri, hansı universitetlər iləridədir, hansılarında imkanlar daha çoxdur, reytinq sıralamalarında hansıları önə çıxır, bununla bağlı bir video çəkirəm. Tibb universitetlər və tibb fakültələri ilə bağlı video kanalda mövcuddur. İqtisadiyyat və digər sahələrlə bağlı video yaxın zamanda kanalda yayında olacaq. Deməli, ümumiyyətcə, ilk başda videoya başlamamışdan əvvəl bunu sizə konkret olaraq əmin eləyim ki, Azərbaycanda hər hansı bir universitetdə oxuyacağınız mühəndislik fakültəsindən Türkiyənin hər hansı bir universitetində oxuyacağınız mühəndislik fakültəsi qat-qat yaxşıdır. Əgər fikirləşirsinizsə Azərbaycan mı, Türkiyə? Bunun cavabı çox netdir. Yəni, təbii ki, Türkiyədəki mühəndislik fakültələri və universitetləri. Deməli, ümumiyyətcə, Türkiyədə mühəndislik deyildiyi zaman ilk iki əsas universitet önə çıxır. Bunlardan birincisi İstanbul Teknik Universiteti, ikincisi isə Orta Doğu Teknik Universitetidir. Deməli, bu universitetlər dünya sıralamasında da öndədir. QS 2025 datasına görə mühəndislik və texnologiya üzrə İstanbul Teknik Universiteti dünyada 79, Türkiyədə isə birinci yerdədir. ODTÜ isə dünyada 104, ölkə daxilində isə ikinci yerdə qərarlaşıb. Ümumiyyətcə, neft mühəndisliyi sahəsində ODTÜ 8-ci sırada, İTÜ isə 40-cı sıradadır. Yəni, demək istədiyim budur ki, İTÜ Türkiyənin ən yaxşı mühəndislik universitetlərindən biri ola bilər. Amma içəridəki ixtisaslaşmalardan dolayı, məsəl üçün, neft mühəndisliyi ODTÜ-də daha yaxşıdır. İTÜ-də daha geridədir və s. Məsələn, mədən mühəndisliyində İTÜ daha öndədir, 44-cü sıradadır. Orta Doğu Teknik Universiteti daha arxa plandadır. Buna görə buna da diqqətli olmağınızı önəmlidir. Ümumiyyətcə, Türkiyənin ölkə daxili statistikasına, yəni ölkə daxilində URAP sistemi var və bu URAP təhsildə keyfiyyata nəzarət sistemidir. Müəyyən statistikaları ilbəil yayınlayır. Bu, mühəndislik sahəsi ilə bağlı yayınladığı statistikada Orta Doğu Teknik Universiteti birinci sırada qərarlaşıb. İkinci yerdə İstanbul Teknik Universiteti, üçüncü yerdə Sabancı Özəl Universitetdir. Dördüncü yerdə Yıldız Teknik, Gebze Teknik, İhsan Doğramacı Bilkənd, Boğaziçi Universiteti və 8-ci sırada İzmir Yüksək Texnoloji Universiteti qərarlaşıb. Yəni, bu universitetlər Türkiyə daxili sıralamasına görə ən yaxşı mühəndislik təhsilini verən universitetlərdir, mühəndislik ixtisası ilə bağlı. Ümumiyyətcə, Türkiyədə İTÜ 23 fərqli ixtisas sahəsində mühəndislik ilə bağlı, ODTÜ 15, Yıldız Teknik isə 9 fərqli ixtisas sahəsində ilk üçə daxil olan universitetlərdir. Və az əvvəl də qeyd elədiyim kimi, İTÜ və ODTÜ-də öz arasında çox güclü bir rəqabətdədir. Məsəl üçün, İTÜ-də də, ODTÜ-də də neft mühəndisliyi, neft mədən mühəndisliyi demək olar ki, eynidir. Ancaq İTÜ daha çox kosmos, aviasiya, inşaat mühəndisliyi ilə bağlı önə çıxarkən, ODTÜ daha çox elektrik, elektronika mühəndisliyi, kompüter mühəndisliyi kimi ixtisaslarda daha ön plandadır. Və təbii ki, hər universitetin özünün texnoparkları var, ODTÜ-nün texnokəndi var, İTÜ-nün Arı texnokəndi var, İTÜ-nün texnoparkı var, hansı ki, bunlar sizə praktiki bacarıqlar qazandırmaq üçün önəmli şeylərdir. Deməli, buradakı universitetlərdə təhsil modeli də bir-birinə görə fərqli olur. Bəzi universitetlər daha çox nəzəri öyrədirlər, bəziləri daha çox praktiki, bəziləri daha çox iş sektoru ilə əlaqələri var. Xüsusən bunlarda məsələn KOOP yönümlü universitetlər var ki, TOB Ekonomi və Texnologiya Universiteti, İzmir Yüksək Texnologiya Universiteti, Gebze Teknik Universiteti. Bu universitetlər yəni iş sahəsindən çox əməkdaşlıqları mövcuddur. Yəni sizin orada praktika keçmək və dərs zamanı, yəni eyni zamanda da gedib o firmaların texnoparklarında əyani olaraq o sistemə şahid olmağınız, orada bilik bacarıqlara yiyələnməyiniz bu universitetlərdə daha əlçatandır. Burada Sabancı Universiteti ilə bağlı bunu qeyd eləmək istəyirəm ki, Sabancı Universitetində ilk siz mühəndislik fakültəsinə qəbul olduğunuzda ixtisas seçimi yəni ilk başlarda olmur. Siz müəyyən müddət oxuduqdan sonra artıq əsas ixtisası neftmi, mədənmi, inşaatmı, elektrik, elektronika mı? Bununla bağlı seçə bilirsiniz. Bu da Sabancı Universitetinə özəl bir
necə deyək, türklər demişkən bir uygulamadır. Ümumiyyətcə bu universitetlərlə bağlı deyəcəyim əsas məsələlərdən biri də akkreditasiyadır. Hansı ki bu universitetlər dünyada ABET və MÜDEK MÜDEK Türkiyənin daxili akkreditasiya sistemidir. Bu mühəndislik proqramlarını qiymətləndirən bir sistemdir. ABET isə Amerika mənşəli və dünyanın bir çox yerində keçərliliyi olan bir sertifikasiya, akkreditasiya qurumudur. Türkiyədən İstanbul Teknik Universiteti, ODTÜ, Bilkənt, Boğaziçi Universitetləri ABET akkreditasiyasına sahibdir. MÜDEK akkreditasiyası isə dediyim kimi Türkiyənin daxili akkreditasiya proqramıdır və MÜDEK proqramı Avropa Mühəndisliyi Təhsili Akkreditasiya şəbəkəsinin tam hüquqlu üzvü olduğuna görə siz Türkiyədən aldığınız diplom eyni zamanda Avropanın Your Ace etiketini verir və bununla siz Avropada diplom tanınmamazlığı və s. yəni ixtisasınızla bağlı diplom tanınmamazlığı kimi bir vəziyyətlə qarşılaşmırsınız. Avropa İttifaqı ölkələrində bu rəsmən tanınır. Gələk daha çox hansı ixtisası insanlar seçir mühəndislik sahəsində? Bununla bağlı statistikalara keçək. Bunu deyə bilərəm ki, əvvəlki illərdə inşaat mühəndisliyi çox revanşda olsa da, artıq inşaat mühəndisliyi yerini daha çox kompüter mühəndisliyi xüsusən ilk sırada gəlir seçimlərdə. Elektrik, elektronika mühəndisliyi bu ixtisaslara tələbat daha çoxdur və son illərin, necə deyərlər, ulduz ixtisası süni intellekt mühəndisliyi də bir çox universitetdə artıq açılır və gələcəyə baxanda, yəni bu ixtisasın avantajları təbii ki, çox olacaq. Bunun yanı sıra sənaye mühəndisliyi, maşın mühəndisliyi, aviasiya, kosmos və s. Ən sonunda da inşaat mühəndisliyi. Dediyim kimi, son zamanlar artıq bu ixtisasa biraz maraq da azalıb. Ümumiyyətcə, Türkiyədə mühəndislər rahat bir şəkildə iş tapa bilir. Yəni, əgər Türkiyədə yaşamaq və yaxud Azərbaycanda da həqiqi kadrlara ehtiyac çoxdur. Ona görə mühəndislik ixtisası mən deyərdim ki, çox önəmli bir ixtisasdır. Yəni bir tibb qədər. Ümid edirəm video sizin üçün məlumatlandırıcı oldu. Yəni ümumiyyətcə birinci ixtisasa baxıb ondan sonra hansı universitet, çünki İTÜ-də də dəyişir, ODTÜ-də də dəyişir, universitetlərin ixtisaslaşması fərqlidir. Ona görə bunu yaxşı araşdırmaq lazımdır. Sizə uğurlar arzu edirəm. Hər hansı bir sualınız olsa mənə buradan və yaxud Instagram səhifəmdən, YouTube səhifəmdə var. Əlaqə yarada bilərsiniz. Kanala abunə olmağı və dəstək olmağı unutmayın. Təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşərik.